Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəz Elmi Kitabxanasında Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 4-cü beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycanda informatika və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri akademik Teğman Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə başçısının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında sərəncamı çərçivəsində AMİAda müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, bu kimi tədbirlər sırasında akademiyanın 80 il ərzində formalaşması və inkişafında mühüm xidmətlər olan görkəmli alimlərin yubileylərinin qeyd olunduğunu söyləyib. Belə şəxsiyyətlərdən biri də Azərbaycan informatika elminin görkəmli nümayəndəsi akademik Teğman Əliyevdir. Alimin yubileyinin yüksək səviyyədə təşkil edilməsi bütövlükdə elmi ictimaiyyətin ona hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda AMİAnın uzun illər ərzində əldə etdiyi nailiyyətlərə və bu nailiyyətlərin qazanılmasında əməyi olan alimlərin xidmətlərinə geniş bir imkan yaradır. AMİA rəhbərinin sözlərinə görə bu tədbir həm də akademik Teğman Əliyevin cəmiyyət və elmi ictimaiyyət qarşısında xidmətlərini dəyərləndirməklə yeni nəsilləri elmə bağlılıq, dövlətə sədaqət və Azərbaycançılıq düşüncəsi ilə tərbiyə etmək, onları vətənpərvər bir ruhda yetişdirmək məqsədini daşıyır. Akademik Teğman Əliyevin ölkəmizdə kibernetika və informatika elmlərinin inkişafındakı mühüm xidmətlərindən bəhs edən AMİA prezidenti bildirib ki, yüksək insani keyfiyyətlər, intellektual səviyyə, böyük təşkilatçılıq və idarəçilik bacarığı elm aləmində onun özünə məxsus yerini müəyyənləşdirib. Çıxışın sonunda AMİA prezidenti görkəmli alim Teğman Əliyevin bu gün də akademiyanın müşaviri kimi elmi islahatların həyata keçirilməsində yaxından iştirak etdiyini, Azərbaycan elminin inkişafına dəstək verdiyini vurğulayıb. Ona möhkəm can sağlığı, elmi nailiyyətlərin davamlı olmasını arzulayıb. Daha sonra Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. O, akademik Teğman Əliyevin 32 il Kibernetika İnstitutuna rəhbərlik etdiyini və müəssisənin əldə etdiyi nailiyyətlərin çox hissəsinin alimin adı ilə bağlı olduğunu söyləyib. Tədbirə onlayn qoşulan Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi akademik Asif Hacıyev alimin yüksək insani keyfiyyətlərindən söz açıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən akademik Teğman Əliyevin tükənməz enerjisi və gərgin axtarışlarının gələcək nəsillər üçün bir məktəb olduğunu bildirib. O, həyatını elmə, maarifçiliyə həsr edən, innovativ ideyaları ilə fərqlənən yubilyarın Azərbaycan elminin incisi olduğunu vurğulayıb. Konfransda çıxış edənlər akademik Teğman Əliyevi 90 illik yubiley münasibətilə təbrik edib, ona can sağlığı, yeni uğurlar arzulayıblar. Sonda çıxış edən akademik Teğman Əliyev müəllimi olmuş akademiklərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb. Azərbaycan elminin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb. Leyli Naymi qızı, Fərid Həşimov, Elm TV.